Salam, hər vaxtınız xeyir olsun. Hörmətli birlik üzvləri, hər kəsi salamlayıram, hər kəsə. Təşkilatımızın, birliyimizin daha doğrusu yaranmasının 4 il münasibəti ilə təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzu edirəm. Bu birliyin təhsilçisi olan hörmətli Təyyar müəllimə də uzun ömür, can sağlığı arzu edirəm ki, bu birliyi yaradıb. Biz də cənab prezidentimizin çağırışına qoşularaq bu birliyə daxil olmuşuq. Bu birliyə öz, belə deyək ki, könüllü surətdə daxil olub və xalqımıza öz köməkliyimizi təmənnasız göstəririk. Biz bu illər ərzində, mən belə deyərdim ki, çox işlərə imza atmışıq, görüləcək işləri də hal-hazırda hazırlayırıq. Bir neçə işlərimiz də var görüləsi və müraciətlər ard-ardınca daxil olur. Biz də canla başla həll edirik. Bəli, bu günlərim, belə deyək ki, 17-si martdır. İnşallah ki, sayılı günlərimiz qalıb. Bizim Azərbaycanın milli bayramı, Novruz bayramına və xalqımızı, dünya Azərbaycanlılarının hər birisini bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və onlara uzun ömür, can sağlığı arzu edirəm. Allah birliyimizi qorusun. Hörmətlə Göyçay Təşkilat sədri Şahnəzər Səlimov.